Bu yaxınlarda mən bir film izlədim və bu film dünya kinematografiya tarixində və eləcə də ümumiyyətlə film təhlillərində olduqca uğurlu və möhtəşəm bir film sayılır. Filmin adı ingilis dilində Apocalypse Now-dur, yəni indi apokalipsis. Və bir kitab oxudum, hansı ki, əlbəttə mən vaxtilə bu kitabı bir dəfə oxumuşdum. Üstündən çox keçib, təxminən 10 ildən çox vaxt keçib, amma bu kitabı oxumağa belə deyək də bir ehtiyac hiss elədim və bu ehtiyac özünü çox doğrultdu. Yəni o mənada ki, oradan əldə elədiklərim həqiqətən də gözləntilərimin üst-üstə düşdü. Yaş dövrünün və mövcud hal-hazırda içində olduğum müəyyən şərtlərlə həmin əsərin ötürdüyü mesajlar çox ciddi bir harmoniya içində oldu. Yəni mən bunu öncədən yenə deyirəm gözləyirdim və bu baxımdan həm filmi, həm kitabı bir-biri ilə müqayisə eləmək istərdim. Kitabın adı Məhkəmədir, Franz Kafkanın əsəridir. Franz Kafkanı ümumiyyətlə mən son vaxtlar yenidən kəşf eləyirəm, açığını demək lazımdırsa. Yəni onun əsərləri mənə elə gəlir ki, yaş dövründən asılı olaraq və cəmiyyətin hansı təcrübələrinə məruz qaldığınızdan asılı olaraq çox ciddi bir şəkildə dəyişkənliyə malik bir əsərlərdir. Yəni o əsərin ötürdüyü ismarış sizdən asılı olaraq dəyişəcək. Kənardan sadə görünə bilərlər, hətta müəyyən mənada primitiv görünə bilərlər və bəzi hallarda qaramat, depressiv görünə bilərlər, bəzi hallarda isə tam əksinə. Bu Kafkanı özünə məxsus eləyir. Amma Apokalipsis indi filmi də mən deyərdim ki, olduqca önəmli filmlərdən biridir ki, məncə hər bir insan necəsə onu izləsə yaxşı olar. Bəlkə də mövzu sizə maraqlı gəlməyə bilər, çünki mövzu elə mövzudur ki, bəli, o Azərbaycan orta statistik insanı üçün maraqlı gəlməyə bilər. Lakin indiki dövrdə mənə elə gəlir ki, hər halda mövzu bir o qədər də fərq eləmir. İndi qısaca olaraq mən hər ikisi haqqında məlumat vermək istəyərəm, çünki ola bilər aranızda onları izləməyən və oxumayan var və bir-birləri ilə müqayisə etmək istəyərəm. Adətən tək bir filmə və tək bir kitaba fokuslanıram, amma bu dəfə bir qədər fərqli formata üstünlük vermiş sayılıram. Müqayisəli təhlil də özü-özlüyündə bir maraqlı istiqamət ola bilər mənim üçün öz podkastlarımda. Apocalypse Now, yəni indi apokalipsis deməli filmi çəkilib deməli 1979-cu ildə. Mən bu filmin ərsəyə gəlməsi ilə bağlı YouTube-da əlavə sənədli bir film də izlədim və etiraf edeyim ki, bu film çox keşməkeşli bir yolu var. Ayrıca bəlkə də bunun haqqında danışmağına dəyər, amma filmin əsas qəhrəmanı Kapitan Willarddır. Rejissor Francis Ford Coppola'dır. Xaç atası filmini çəkib və s. Məncə onun təqdimata ehtiyacı yoxdur. Kapitan Willard əslində öz şəxsi psixologiyasında belə deyək də, yəni problemləri olan birisidir. Amma sonradan ona missiya təqdim olunur. O missiyanın da əsas hədəfi belə deyək, əmrdən yayınmış və qaçaq bir Amerika generalını zərərsizləşdirməklə bağlıdır. O Kamboca yaxınlığında müəyyən bir meşədə gizlənir və Kapitan Willard öz səyahətinə başlayır ki, bəs getsin bu missiyanı yerinə yetirsin. Məsələ də buradadır. Bu müəyyən bir proses başlayır. Bu proses 3 hissədən ibarətdir. İlk hissə və sonuncu hissə kifayət qədər qısadır. Yəni biz filmin əvvəlində psixoloji təlatümlər içində olan bir Kapitan Willard görürük. İkinci hissədə biz artıq yola başlamış, müəyyən yol gedən müşahidəçi, sanki biraz da irəli gedib izləyicinin özünə çevrilmiş Kapitan Willardı görürük. Üçüncü hissədə isə artıq Kapitan Willard konkret öz missiyasını yerinə yetirir. Bəs yaxşı, Kafkanın məhkəməsi bura necə aid edilə bilər? Əslində Kafkanın məhkəməsində də Apokalipsis filmindəki kimi biz müəyyən bir prosesin şahidi oluruq. Bu prosesi də bəlkə də kobud ifadədə 3 hissəyə bölmək olar. Birinci, yeri gəlmişkən bu əsərin adı bəzi dillərdə proses kimi gedir. Amma bizim dildə məhkəmə kimi tərcümə olunub və bir çox dillərdə əslində məhkəmə gedir. Amma bəzi mənbələrdə proses kimi gedir. Nəysə, Kafkanın məhkəmə əsərində deməli biz nəyi görürük? Düzdürmü? Biz hansı tip proseslə üz-üzəyik? Bu proses
başlayır cənab Kanın başına gələnləri dərk etməyə cəhdləri ilə, mən belə deyərdim. Daha sonra uzun-uzun cənab K prosesin içinə daxil olur həqiqətən də. Bir də sonluq, hansı ki, çox qısa, konkretdir. Heç yazıcı özü də sonluğa çox da böyük bir hissə ayırmayıb. Bir neçə 3-4 səhifənin çərçivəsində sonluq baş verir. Kapitan Willard Vyetnam müharibəsinin iştirakçısıdır və o adam bu müharibənin özü ilə birlikdə gətirdiyi əzab-əziyyətləri belə deyək də öz üzərində müşahidə eləyir. Onlarla sanki belə deyək də müqavimət içindədir. Daha sonra ona hədəf verilir və onun bütün dünyası sanki bir qədər artıq sistemə düşür. Bu ümumiyyətlə həqiqətən belədir. İnsana hədəf və məqsəd kənardan qəti şəkildə, administrativ formada, inzibati formada verilirsə, insan sanki rahatlaşır. Xüsusilə də bu hərbiçilərdə mən həmişə bunu görmüşəm ki, hərbi və güc strukturlarında insanlar çox uğurlu o halda olurlar ki, onlar əmrə heç bir əlavə bir mühakiməsiz tabe olurlar və öz işlərini görürlər. Bəlkə də digər peşə sahələrində də bu belədir, amma xüsusilə hərbiçilikdə bildiyimiz qədərilə bu belədir. Və Kapitan Willard artıq ilk etabı, ilk mərhələni keçir. İkinci mərhələdə cəngəllikdə öz kiçik bir dəstəsi ilə çay üzərində səyahətə başlayır. Franz Kafkanın əsərində də bu proses, bu məsələ sanki belə təqdim olunub. Yəni ilk növbədə ortada məhkum, günahsız, heç bir cinayətsiz belə deyək də məhkum olunan var, mühakimə edilən var. Və bu ilk vaxtlarda müəyyən xaos yaradır. Kapitan Willard kimi hər ikisi sanki ilk növbədə qısa müddətli olaraq müəyyən xaosda olurlar. Sonra bu xaos təxminən aydınlanmağa başlayır. Çünki Franz Kafkanın əsərində bu aydınlanma Kapitan Willarddakı kimi kənardan verilən məqsəd və hədəflə olmur. Bu Kafkanın əsərində vəziyyəti qəbul etməklə başlayır. Yəni cənab K orada vəziyyəti qəbul edir, o başa düşür ki, o istəsə də istəməsə də mühakimə ediləcək. Və hər iki halda proses onun iradəsindən kənarda, mütləq formada başlayıb və davam edəcək. Nə vaxtsa bitəcək, nə vaxtsa da başladı bu artıq. Sanki bir dialektik bir proses başlayır. Siz sadəcə onun ortasındasınız və bunu qəbul etməlisiniz ki, ən azından verdiyiniz qərarlar və yaxud da müşahidələriniz bir qədər təmiz olsun. Maraqlı bir məsələdir. Bu filmi və bu əsəri bir-biri ilə çox ciddi şəkildə əlaqələndirən bir məsələ var. Bu məsələ nədən ibarətdir? Həm Kapitan Willardın timsalında, həm də biz cənab Kanın timsalında bir dənə fundamental həqiqətin mövcud olduğunu mu deyim, ya nəsə ona oxşar bir şey deyə bilərik. Yəni bir dənə fundamental həqiqət ortalıqda üzə çıxır. Bu həqiqət indi filmin timsalında Amerika hökumətinin timsalında, yəni sisteminin mahiyyətini ortalığa açır, tökür. Çünki bu müharibənin əslində heç də təqdim olunmadığı qədər problemli bir şey olduğunu biz orada görə bilirik. Franz Kafkanın əsərində isə bürokratik sistemlərin və cəmiyyətin özü üçün quraşdırdığı ədalət sisteminin, ədliyyə sisteminin bəzən necə də absurd və dəhşətli ola biləcəyini göstərir. Hər ikisində də çox ciddi önə çıxan bir element var, o da dəhşət elementidir. Bax, bu sözə çox ciddi fikir vermək lazımdır. Çünki filmdə biz Kapitan Willardın müəyyən bir hədəf doğrultusunda getdiyini dedik. Həmin hədəf General Kurtzun tapılıb zərərsizləşdirilməsi, başqa sözlə öldürülməsi ilə bağlı idi. Film bunun üzərində qurulub və General Kurtz çox qısa öz mövcudluğu ərəfəsində Kapitan Willarda öz həqiqətlərini çatdıra bilir. Çox üstü örtülü, dolaylı, amma biz
generalın timsalında görürük ki, general sistemin iç yüzünü, mahiyyətini görüb dəhşətə gəlmiş birisidir və sistemdən kənarlaşmağı seçmiş birisidir. O çox müvəffəqiyyətli olub, uğurlu olub, çox ciddi bir insandır. Bütün Amerika hərbi cəmiyyəsi belə deyək də filmdə təqdim olunur ki, onun başına and içir. Amma müharibə ərəfəsində bu şəxs belə deyək, filmdə də belə təqdim olunur ki, ağlını itirib. Yəni onun metodları, onun yanaşmaları, verdiyi qərarlar, etdiyi işlər artıq yerə göyə sığmır, olmaz və o zərərsizləşdirilməlidir. Kapitan Willard bu missiyanı qəbul eləyib. Amma məsələ burada nədir? Kapitan Willard onunla üzləşərkən onun gəldiyi nəticələri eşidir, bəlkə də başa düşür. Amma burada Kapitan Willard çox müşahidəçi birisidir. Yəni ki, onun heç bir hansısa bir dəyərlərlə hərəkət etdiyini biz görmürük. Onun hansısa bir mövqeyini biz görmürük filmdə. Amma General Kurtz mövqeyə sahib olmuş birisidir artıq. Ona biz başqa adlar da qoya bilərik. Aydınlanma da deyə bilərik. Müəyyən bir mərhələyə gəlib çatmış birisi də deyə bilərik. Çünki o çox açıq və aydın şəkildə praktika ilə nəzəriyyə arasındakı uçurumu göstərir. Nəzəriyyə həmin halda Amerika siyasətçilərinin mediada danışdığı yalanlar, praktika isə onun timsalında hərbiçilərin Cənub-Şərqi Asiyadakı belə deyək də həm uğurları, həm uğursuzluqlarıdır. Kafkanın əsərində isə, məhkəmə əsərində isə biz elə bir adam görürük ki, bu adam mühakimə olunur və bu insan heç də zəif birisi deyil əslində. Bu insan çox dözümlüdür, səbirlidir və özünü müdafiə edə bilir. Heç də aciz birisi deyil. Ətrafı tərəfindən də kifayət qədər hörmət görülür. Yenə də burada General Kurtzla oxşarlıqları var. Və düzdür, General Kurtz kimi onun şəxsi hansısa belə radikal bir fəlsəfəsi yoxdur. Amma sonda o da vəziyyəti qəbul eləyir və müəyyən bir mövqeyə sanki özü üçün gəlir. Ümumiyyətlə bu iki əsərin ortaq cəhəti bir fərd və o fərddən yuxarıdakı super təşkilatın, yəni ingilis dilində buna superstructure deyirlər, yəni superstruktur da deyirlər buna. Superstruktur nə deməkdir? Yəni cəmiyyət, biz insanlar olaraq bir yerə gəlib cəmiyyət anlayışını uydurmuşuq. Biz demişik ki, bəs düzdürmü, hər bir cəmiyyətin, hər bir dövlətin, məsələn, dövlət özü bir superstrukturdur, super təşkilatdır. Yəni ki, bu bir nəfərlə bağlı olan bir şey deyil. Bir neçə nəfərin minlərlə, milyonlarla insanı idarə etmək üçün qurduğu bir şey. Düzdürmü? Bu təhsil sistemi də bura aiddir, səhiyyə də bura aiddir, din də bura aiddir. Çox şey buna aid edilə bilər. Və burada əsas məsələ ondan ibarətdir ki, hər iki əsərdə biri filmdir, biri romandır, lakin hər ikisində biz fərdlə superstruktur arasındakı təzadı sanki müşahidə edirik. İndi filmdə bu təzad bir qədər daha rasionaldır. Yəni ortada problem var və o həll edilməlidir. İkincidə biz absurd elementlər görürük. Yəni bədii ədəbiyyat və absurd elementi həmişəki mövzudur, həmişəki məsələdir. Lakin yenə də mən deyərdim ki, məhkəmə əsəri bunu bir qədər daha belə maraqlı edib. Çünki biz bilmirik nəyə görə, amma Cənab K mühakimə edilir. O məhkəməyə çıxarılır. O keşiş tərəfindən də müəyyən bir barmaq silkələnməsinə məruz qalır. O ətrafı tərəfindən də mühakimə olunur. Amma işin əsas ortaq cəhəti dəhşət elementindədir. General Kurtz öldürülür axırda Willard tərəfindən və o ölüm nəfəsində deyir ki, 3-4 dəfə dəhşət sözünü təkrarlayır. General üçün bu qorxulu bir son deyil. O çox daha qorxulu şeyləri öz beynində görməyi bacarmışdı. Yenə deyirəm, bu müharibə ilə bağlı, verilmiş qərarlarla bağlı, mövcud belə deyək də müharibənin öz reallıqları ilə bağlı çox saylı şeylərin
dəhşətini bu adam artıq yaşamışdı və onun öldürülərkən dəhşət deməyi onun həyatdan sağollaşması ilə bağlı deyil. O dəhşət sözünü geridə qoyub getdiyi dünyanı necə başa düşdüyü formasında deyil. Yəni ki, o əslində özünün xilas olduğunu sanki görür. Mən belə başa düşürəm. Kafkada isə çox maraqlı bir məsələ var. Məhkəmə əsərinin sonunda lap it kimi öldüm. Çünki əsas obraz belə deyir və bunun da səbəbi ondan ibarətdir ki, o uzun prosesdən sonra edam edilir. Və bu edam çox maraqlı bir prosesdir. Bunu oxucular bəlkə də əsəri oxuyublar, amma ola bilər fikir verməyiblər. Lakin normalda günümüzdə də bugün edam edilən belə deyək də edamın mövcud olduğu ədliyyə sistemləri var. Hətta Amerikanın bir çox ştatında bu hələ də var. Amma məsələ necədir? Adətən edam özü müəyyən prosedur, müəyyən bürokratiyaya məruz qalmış bir şeydir. Düzdürmü? Müəyyən işlər görülür, hazırlıqlar gedir, qərarlar verilir, sənədlər imzalanır. Kafkanın məhkəmə əsərini özünə məxsus edən bir digər məsələ ondan ibarətdir ki, edam əslində olduqca bürokratik bir şey olmalı olarkən, edama qədərki hər şey tam ifrat dərəcədə, iyrənc dərəcədə bürokratikdir. Amma edamın özü çox sadə və primitiv bir proses kimi təqdim edilib. Nəinki primitiv və sadə, ümumiyyətlə kobud və bayağı. Və həmin şəxs də, yəni cənab K da bunun fərqindədir və ölərkən də elə özünə bunu deyir. Və proses, yəni edam məsələsi orada çox yaxşı təsvir olunub, amma biz bu prosesi bir sözlə ifadə etsək dəhşətlidir deyə bilərik. Bəli, bu dəhşətlidir və sonluq bu əsərdə çox belə deyək də dramatikdir, faciədir və təbii ki, bir çox hallarda, romanlarda, filmlərdə məsələlərin kulminasiya nöqtəsi, apofeuzu və yaxud da razvyaskası təbii ki, belə olmalıdır və o bir sözlə ifadə ediləcək olsa, həqiqətən də dəhşətli və yaxud da çox möhtəşəm və yaxud da ona oxşar bir sözlərlə ifadə edilə bilən olmalıdır. Bu başa düşüləndir. Amma oxucu bu dəhşətli sözünü əslində 2 dəfə istifadə etməlidir məhkəmə əsərində. Birincisində bu edama qədərki prosesi tam dərk eləyib bir sözlə ifadə etməkdən etməklə bağlı olmalıdır. Yəni ki, bütün o bürokratiyanın əzici belə deyək də təşkilati auranın, mənəvi terrorun əslində bir sözlə dəhşət olduğunu oxucu başa düşməlidir. Yəni bu bədii əsəri oxuyandan sonra. İkincisi isə edam prosesində bəli, buna da oxucu çox dəhşətlidir deyə bilər. Yəni məhkəmə əsərində biz bu dəhşət anlayışını 2 dəfə görürük. Apokalipsis indi filmində də eyni vəziyyətdir. Bax, bu dəhşət anlayışını biz 2 dəfə görürük. Birincisi, General Kurtzun ölümü və onun özünə və yaxud da bizim hamımıza dediyi dəhşət sözü ilə bağlıdır. İkincisi isə Kapitan Willard'ın bütün səyahəti əslində bir dəhşətdir. Amma müntəzəm xarakter daşıyır. Addım-addım. Çünki orada biz çox şey görürük. Biz görürük ki, hərbiçilər günahsız insanları güllələyir, hərbiçilər ağıllarını itirir, həyatlarını itirir, çox qəribə işlərlə məşğul olur. Bilirsiniz, müharibə ərəfəsində bəzi qeyri-adekvat hadisələr və ya davranışlar sanki yeni normaya çevrilir. Çox maraqlıdır, yəni. Və burada xüsusilə onu qeyd eləmək lazımdır ki, təbii ki, Kapitan Willard orada yeganə obraz deyil. Orada başqa obrazlar da var. Həmin obrazların bir-birindən çox kəskin fərqlənməsi bizə bu müharibənin fərqli prizmalardan necə başa düşülə biləcəyinə dair çox ciddi ismarıclar verir, çox ciddi məlumatlar verir. Məhkəmə əsərində biz eyni üslubla və stilistika ilə qarşıyayıq. Yəni orada cənab K-nın vəkili var, cənab K-nın xoşuna gələn qız var, onun qohumları var, əmisi gəlir onu ziyarət eləyir. Keşişlə olan, yəni bax, hər dəfə biz müxtəlif cəmiyyətin hissələrinin günahsız, səbəbsiz mühakimə olunan bir insana olan münasibətini görürük.
Cənab K, yəni bəzi hallarda çox belə normal qəbul edilir, bəzi hallarda isə bir qədər qorxulu birisi kimi qəbul edilir. Amma məsələnin əhəmiyyəti bunda deyil. Məsələnin əhəmiyyəti cənab K-dan bir addım daha yüksəyi görməkdən ibarət olmalıdır. Yəni cənab K nə ilə qarşı-qarşıyadır? Kapitan Willard nə ilə qarşı-qarşıyadır? Onlar tək insanlardır, bilirsiniz, tək insanlardılar. İndividual, fərdi şəxslərdilər. Və bu fərdi şəxslər cəmiyyətin ən kiçik elementi sayılır. Vətəndaş, şəxs, bir kişi, bir qadın, bir uşaq, düzdürmü? Və onlar cəmiyyətin onlara gətirib təqdim etdiyi hansısa bir qeyri-təbii yaxud da normadan kənar yaxud da nəsə ona oxşar bir vəziyyətə necə reaksiya verirlər, necə qəbul edirlər və necə özlərindən kənarlaşdırmağı bacarırlar. Bax, əsas məsələ bundan ibarətdir. Kapitan Willard seçim edir ki, ona verilən əmrə tabe olsun. Yəni o bunda sanki öz xilasını tapır hətta müəyyən mənada. Çünki o bunu etməsə və ya razılaşmasaydı öz şəxsi xaosunda, şəxsi müharibəsində döyüşməyə davam edəcəkdi və böyük ehtimalla məğlub olacaqdı. Çünki filmin ilk dəqiqələrində biz özü-özünə xəsarət yetirmə səhnələrini görürük. Kafka belə deyək, bir çox əsərlərində oxşar səhnələrə üstünlük verir və məhkəmə əsərində də biz fərdin bayaq qeyd elədiyim o superstrukturla üz-üzəykən nələr hiss elədiyini bizə çox yaxşı çatdırır. Belə deyək, cənab K öz vəziyyətini qəbul edir. Gec-tez o onu qəbul edir. Əmrə tabe olan Willard kimi Cənab K da sanki belə deyək də öz vəziyyətini qəbul edir, öz xilasını bunda görür. Çünki belə deyək, hətta edam olunan şəxs belə necəsə gərək onu edam eləyəni bağışlasın ən azından. Onu qəbul etmək də bir bağışlamaq növü kimi bəlkə də başa düşülə bilər. Və bunun timsalında biz fərdlə superstrukturun bir-biri ilə olan qarşılıqlı əlaqəsini və qarşılıqlı münasibətlər sistemini sanki nəzərdən keçirir. Yəni bu iki iş bir-birindən tamamilə kənar görünə bilər. Düzdürmü? Filmdir, Vyetnam müharibəsi haqqındadır, iki hərbiçi və s. İkincisində isə məhkəmədir. Ortalıqda bir cinayət işi yoxdur, amma o mühakimə olunmalıdır və bürokratiyanın bu prosesi necə işgəncəyə çevirdiyini göstərən bir vəziyyətlə qarşı-qarşıyayıq. Yəni bu da bir təsadüfdürmü mən bilmirəm. Yəni məhkəmə və Apokalipsis indi filmini ard-arda izləyib və oxumaq bax belə bir qəribə analogiyaların da axtarıb tapılmasına gətirib çıxarır müəyyən mənada. Maraqlı bir məsələdir deyərdim. Amma məhkəmə əsəri hər halda çox daha dərin analizə layiq bir əsərdir. Bunun haqqında çoxlu elmi məqalələr, araşdırma işləri var. Coppola'nın filmi o da çox dərin analizə layiq bir filmdir. Çox riskli bir film olub. Onu da qeyd edeyim ki, vaxtı ilə belə bir film çəkmək, yəni eyni qaydada bax rejissor əslində proses rejissordan başlayır. Yəni rejissorun özü superstrukturla münasibətlərini aydınlaşdırır bu film vasitəsilə. Bax bu da bir maraqlı bir şeydir. Daha sonra biz obrazın superstrukturla olan münasibətlərini görürük, amma daha belə tabe olan, loyal, sadiq bir elementi görmək olar, amma təbii ki, bu da bir mübahisəli məsələdir. Çünki onun çay boyunca səyahəti ona çox şey öyrədir, çox şey düşündürür və biz tam olaraq əmin ola bilmirik ki, bu insan görəsən sonda nə edəcək. Çünki General Kurtzun qarşısında o özünü çox aciz hiss edir və elə aciz də görünür həqiqətən də. Çünki General Kurtz elə belə adam deyildi, elə belə bir fiqur deyildi. Və çox normal olaraq, çox təbii olaraq General Kurtz tərəddüdlər eləyir, cəzalandırılır, işgəncəyə məruz qalır, həm mənəvi, həm fiziki və sonda yenə də məsələ həmişəki şeyə gəlib çıxır. Sən qərar verməlisən, qərarın nədir? Düzdür, məhkəmə əsərində belə bir vəziyyət yoxdur.
sən qərar verməlisən deyə bir şey mən hiss eləmədim məhkəmə əsərində. Amma hər iki əsərdə, həm filmdə, həm romanda biz bir şeyin necə də belə birbaşa kəskin formada üzə çıxdığını görürük. Bu da superstrukturun dəhşəti anlayışıdır. Bax, bu məsələnin üstündə çox qalmaq olar və çox şey demək olar. Amma indi özünüz də başa düşə bilərsiniz ki, heç də həmişə hər şey demək də mümkün olmur. Amma mən xaricdə yaşayarkən bir gənc türk filosof mənə yaxşı bir fikir söyləmişdi ki, əslində həmin fikrin belə gənc insandan eşitməyim məni olduqca təəccübləndirsə də başa düşməyim bir qədər çox çəkdi. O həmin gənc filosof demişdi ki, bəs əslində cəmiyyət anlayışı yoxdur. Əslində cəmiyyət deyə bir şey yoxdur. Biz fərdlərik, yəni fərdlər var və fərdlər birlikdə bir yerə gələndə müvəqqəti olaraq müəyyən illüziya xarakterli anlayışlar əmələ gəlir ki, onlardan biri də cəmiyyət anlayışıdır. Cəmiyyət ən azı 2 nəfərdən ibarət olan bir sanki qrupdur, düzdürmü? Və indi say çox olanda da bu cəmiyyət anlayışı biraz aktuallaşır, lakin əslində cəmiyyət anlayışı və ya ona oxşar hazırlanmış digər anlayışların mahiyyət etibarilə boşluğu bəzən bax belə dəhşətləri yaradır. Bir dəhşət, belə deyək, generalın filmdə gəldiyi dəhşətdir, hansı ki, həmin dəhşət bir cəmiyyətin başqa bir cəmiyyətə olan, yəni ki, müdaxiləsi, başqa sözlə müharibə. İkinci nümunəmizdə isə Kafkanın məhkəmə əsərində bir fərdin cəmiyyətin disfunksional bir qurumu tərəfindən işgəncəyə, mənəvi işgəncəyə məruz qalmasıdır. Bu maraqlı bir məsələdir. Hər iki işdə çox böyük oxşarlıqlar var əslində. Yəni süjet, qəhrəman, gəlinən nəticələr və ümumiyyətlə ümumi atmosfer. Bütün bunların hamısı bizə imkan verir ki, biz müəyyən analogiyalar axtarıb tapaq. Bax, bu özünə görə maraqlı bir məsələdir. Mənim əslində dəhşət anlayışına belə çox vurğu vurmağım elə bu podkastın əmələ gəlməsi üçün yeganə demək olar ki, belə deyək də ilham mənbəyidir. Amma açığı böyük ehtimal ki, təkcə bu deyil. Yəni xırdalıqlara fikir versək, daha kiçik nüanslara fokuslansaq, ortalıqda çox daha zəngin paralellər axtarıb tapmaq olar. Amma hələlik mən fikirlərimi bunun çərçivəsində məhdudlaşdırmaq istəyirəm ki, hər iki iş bax beləcə bir-birindən oxşar və fərqli cəhətlərə malikdir. Dinlədiyiniz üçün təşəkkür edirəm. Müqayisəli təhlillərlə bağlı düşünürəm ki, gələcəkdə də oxşar buraxılışlar olacaq. Çox sağ olun.